30 il bundan öncəmizə baxmış olsaydıq, evlərimizdə telefon yox idi. Hətta mən xatırlayıram öz uşaqlığımızı, belə 89, 91, 30 il əvvələ qayıtmış olsaq, hətta kənddə barmaq sayı ev telefonu var idi. Kimə telefon lazım olardısa, gedərdi poçtdan, ATS-dən istifadə edərdi. Amma bugün evlərimizdə ən azı hərədə bir telefon, bəzisində 2, bəzisində 3 telefon. Əgər öncəyə baxmış olsaydıq, hamı bir nəfər kimi süfrədə oturardı. Amma indi hamı süfrədə oturub bir yerdədirlər, cismən bir yerdədirlər, amma ruhən hamı başqa-başqa yerdədir. Acı həqiqət də olsa, atanın əlində bir telefon, ananın əlində bir telefon, uşaqların əlində bir telefon. Hətta çayı belə vaxtında rahat içmirlər. Çay soyuyur, xörək orada soyuyur. Bir sözlə, hamı bir masa arxasında otursa da belə, amma hərənin özünün virtual bir sosial aləmi yaranıb. Ata öz dünyasını yaşayır, ana öz dünyasını yaşayır.